Tehran müharibəyə məcbur edilərsə, o zaman Amerika hərbi bazaları və ABŞ-nin yaxın şərqdəki müttəfiqləri hücumların qanuni hədəfinə çevriləcək. Belə bir bəyanatı İranın Müdafiə naziri General Əziz Nəsirzadə İRİBə müsahibəsi zamanı səsləndirib. İran heç bir müharibəyə başlamayacaq. Lakin İslam Respublikasına hücum edilərsə və ya ona qarşı təcavüz edilərsə, biz güclə cavab verəcəyik. Biz qonşularımızın düşməni deyilik. Onlar bizim qardaşlarımızdır. Lakin onların ərazisindəki Amerika bazaları bizim hədəfimizə çevriləcək. Biz onların bazalarını vuracağıq, çəkinməyəcəyik və heç bir məhdudiyyət olmadan hərəkət edəcəyik. Nazir Nəsirzadə bildirib. Qeyd edək ki, nazirin İRİBdə müsahibəsi zamanı İranın müdafiə sənayesinin yeni inkişafı, uçuş məsafəsi 1200 kilometrdən çox olan Qasem Basir raketi nümayiş etdirilib. Nəsirzadə bildirib ki, yeni raket sıx yanacaq mühərriki ilə təchiz olunub və Amerikanın THAAD, Patriot, İsrailin hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bir çox hava hücumundan müdafiə sistemlərini yarmağa qadirdir.